Bərdənin Qazıqurdalı kəndinə gedən yolda qəza vəziyyətində olan işıq dirəyi sakinlərin ciddi narahatlığına səbəb olur. Yerli ahalinin sözlərinə görə dirəyin üzərindəki yüksək gərginlikdə elektrik kabelləri keçir. Sakinlər bildirirlər ki, dirək hər an aşıb yola və yaxınlıqdakı əraziyə zərər alır. Bu isə həm piyadalar, həm də yoldan istifadə edən sürücülər üçün böyük təhlükə yaradır. Onların sözlərinə görə, əgər vaxtında tədbir görülməsə, fəlakətli nəticələr qaçılmaz olacaq. Kənd cəmiyyəti aidiyyatı qurumlara müraciət edərək işıq dirəyinin təcili bərpa olunmasını və qəza riskinin aradan qaldırılmasını tələb edir. Dəfələrlə biz gecələr gələndə burada mən Qazıqurdalı kənd sakiniyəm, Adil Babayev. Bu gəlirik, həmən dirəyin yanından gecələr bir işıq kimi gəlir. Deməli, bu təhlükə mənbədir. Yüksək gərginliyi altındadır. Onu nəzərə alaraq biz deməli, idarə rəhbərliyinə çatdırır ki, bura belə laqeyd yanaşmasın. Və bu Qazıqurdalı kəndinin deməli, biz dayanmışıq hal-hazırda avtoservisin yaxınlığı və burada mağazinlər var. Deməli, uşaqlar gedəndə də biz ancaq qorxuruq ki, uşağımızı buradan yola salırıq. Onu nəzərə alıb, xahiş edirik ki, aidiyyatı qurumlar bu işə laqeyd yanaşmasın, çünki təhlükədir. Biz dəfələrlə bunu demişik, amma heç bir baxmaq, işıq idarəsi heç bu səmtə gəlib baxmaq da istəmir. Xahiş edirik, onun üçün buna tədbir görülməsi üçün tədbir görəsiniz. Çox sağ olun, minnətlər.